Novruz bayramı Azərbaycanın ən əsas və sevimli bayramlarından biridir. Bayram hazırlığı uzun müddət əvvəl başlayır və bütün ailə üzvləri bir araya gəlir. Adətən evlərdə səməni əkilir, yumurtalar boyanır, həyətlərdə isə ton qalqalanır. Bayram süfrəsi isə çox zəngin olur. Müxtəlif şirniyyatlar, şəkərbura, paxlava və qoqal hazırlanır. Gəlin bu yaz bayramı şəhər sakinləri necə qeyd edir, özlərindən soruşaq. Evdə yeməklər pişir, şəkərbura, paxlava, şəkər çörəyi, süt çörəyi, nəyə gücümüz çatır, onu evdə pişiririk, səməni qoyuruq. Hər çərşənbə günü, ikinci günlər qeyd edirik onu. Qonaqlar gəlir bizə, konfetlər alırıq, süfrəyə qoyuruq, xurma qoyuruq süfrəyə, hər şey, səməni qoyuruq süfrəyə, hər şey qoyuruq süfrəyə. Bayramı qeyd edirik. Gedirik, qonaq gedirik. İndi düzdür, azalıb elə şeylər. Ancaq anam bizə tapşırardı ki, gedirik filan kesin evinə, əl-üzü süfrəyə atmayın ha. Biz də qarınquluyduk. Ev yəsi bayra çıxan kimi əlimizi atardıq süfrəyə, konfetləri zada oğlayardıq. Götürüb yeyərdik. Belə keçirmişik bayramı. Salam, mən Novruz bayramını dostlarımla bir yerdə keçirdirəm. Gəzərək, əylənərək. Novruz bayramına aid şirniyyatlar alıb yeyirik belə. Çox gözəl, şəhərdə, dostlarımızla, evdə ailəmizlə bir yerdə. Çox gözəl. Bu bayramı çox sevirəm. Ancaq dostlarımın evinə gedirəm, gəzirəm, dolaşıram, öz ailəmlə, öz uşağımla. Yəni atamla, anamla. Rayona gedirəm, ən gözəl rayonda qeyd edirəm. Qeyd eləmirəm. Biz Novruz bayramını çox şərəfli qeyd edirik. Novruz bayramımızı, milli bayramımızı, necə deyirlər, çox sevirik bayramımızı və xalqımızı. Çox ənənəvi bayram keçirdirik. Bayram ləvazimatı alırıq, qəşəng üsul açırıq, şən orada bayram keçirdik. Ailəmiz, uşaqlarımız, nəvələrimizi yığırıq başımıza. Прекрасно. Мы всегда отмечаем его на должном уровне, потому что у меня зять азербайджанец, мой муж был мусульманин. Мы отмечаем этот праздник, как весь азербайджанский народ. Всему азербайджанскому народу желаю здоровья, благополучия во главе с нашим любимым президентом. Novruz bayramı, Qurban bayramı qədər, Fitir bayramı qədər biz Azərbaycanlılara əzizdir. Bu fars sözüdür. Noy yeni deməkdir, Rus gün deməkdir. Yeni gün başlayır, bahar gəlir, təbiət dirçəlir. Bu insanlara da təsir edir qızım. Çox gözəl bir bayramımızdır. Neçə bir Novruz bayramlarına çıxasınız qızım, özünüzlə, ailənizlə. Allah təbarək Teala bu Novruz bayramlarını bizim elə yaraşdırır. Bizim elə ümumiyyətlə bütün bayramlar yaraşır və onların da içərisində yeni günümüz, Novruz bayramımız yaraşır qızım. Allah təbarək Teala xalqımızı həmişə ruzul eləsin, bərəkətli eləsin qızım. Sizlərin də bayramınız mübarək olsun qızım. Şəhər sakinlərinin fikirlərini dinlədik. Gördüyünüz kimi hamı bu bayramı fərqli şəkildə qeyd edir. First News ailəsi olaraq hamının bayramını təbrik edirik. Nəzrin Allahverdiyeva, Nadir İbrahimli, First News.